Salamlayıram bütün inkubator həvəskarlarını, bütün təsərrüfat sahiblərini. Demək, gördüyünüz kimi yenə balaca bir dənə xudmani inkubatorımızı yığmışıq. Demək, 100 qaz tutumlu inkubatordur. Toyuqla 180 belə yumurtalıq inkubatordur. Universaldır. Tam avtomatik rejimdə işləyir. Hal-hazırda işlək vəziyyətdədir. Qulağını sökürsən, hiss edirsən ki, bu işləyir. Mercedesdir, Mercedes. Bu Mercedesdir. O sıfırdır. Bu Mercedesdir. İnanırsan səsi çıxmır, Allah'ın olsun. Qəşək inkubatordur, yığmışıq. İnşallah Akstafer gedəcək bir xanım müştərimizdir. İnşallah Allah'ın köməkliyindən sabahları yoldaşı gələcək, inşallah götürəcək bizdən. Gördüyünüz kimi yenə hədiyyələrimiz var burada. Hər kəsə, qardaş, bax, eyni hədiyyəni qoyuruq. Fərqi yoxdur, balaca, böyük. Bax, orada böyük inkubatorlar var, yığılıb. Bax, burada bir dənəsi var. İnşallah bunun çəkilişini hələ eləməmişəm, eləyəcəm. Bu sabah yox, 1-3 gün yola salacağıq. Bax, burada da var. Bax, bunu da çəkilişini eləyəcəm. Bax, bu da hazırdır. Deməli, gördüyünüz kimi xanım bizdən əlavə olaraq bunu əlavə alıb. 3 ədəd toyuq latoqu istəyib. Birində mən hədiyyə qoymuşam. Halal xoş olsun. Əlavə bax, bunlar su qablarıdır, yem qablarıdır. Bunlar hamısı hədiyyədirlər. Üstündə veririk inşallah. Bütün inkubatorların il sonuna qədər hədiyyələrimiz davam edəcək. İnkubatorda gördüyünüz kimi tam bax, zavodskoy latoqlardır, universaldır. Hər bir şey. Bu da bizim əlaqə nömrələrimizdir. Götürün əlaqə nömrələrimizi. Azərbaycanın nömrə 1 inkubatorları bizdə. 1 nömrə. Buradan o izası yoxdur. Ən keyfiyyətli, ən dözümlü, hər dəfə vurğuluyuram. Ən səviyyəli, ən belə necə deyim, müasir, ən dözümlü inkubatorları bizdədir. Məndən çox Azərbaycanda inkubator yığan, təmir eləyən, nə bilim, müştərilərə verən belə şey yoxdur. Məndən çox yoxdur. Bu, girib internetdə də baxa bilərsiniz. Aidi sosial şəbəkələrdə paylaşdığım videolara girin, baxın. Orada paylaşdığım, belə deyək, müəyyən bir qismidir. Adam var, bir videonu 32 dəfə paylaşır. Biz bir videonu bir dəfə paylaşırıq, səsli olaraq və yaxud bir dənə musiqi qoyub paylaşarıq, belə. Всё, bitdi, getdi. Bu bir dəfə paylaşıldı, qutardı. Bunu da paylaşacağıq, bunu da paylaşacağıq. Bax, burada var, burada var. Görürsünüz? Bax, bunlar hamısı yığılacaq inşallah Allah'ın köməkliyi ilə. İnkubatorlarımız bir-bir yığılırlar. Bütün növ inkubatorların təmiri bizdədir. Uzaq rayonlarda işlədənlər, fərqi yoxdur, kimlə almışsınız fərq eləmir. Əlaqə saxlayın, probleminiz varsa əlaqə saxlayın, düzəldək. Bax, o günləri yenə deyirəm, bir inkubatorda dönmə problemi var idi, halbuki həmin inkubatorda bununla neçənci dəfədir eyni problemlər olur. Müştəri Naxçıvandan zəng vurmuşdu, dedik düzəltdi. Ondan sonra biri rayondan zəng vurmuşdu, Samux rayonundan zəng vurmuşdu, Gəncənin. Qardaş, ustaya zəng vurur, həmin eyni adamdır da, yəni satan adamdır. Ustaya zəng vurur, bax, and olsun, Allaha tərtəmiz söhbət edirəm. Buradan mənə eşidirsə, özü, yəni o bizlə müraciət edən adam, nə bilim, çıxsın, əgər yalan deyiriksə, orada desin ki, qardaş, sən yalan deyirsən. Bax, promoy deyirəm. Prosto ad çəkməyəcəm, Allah hər kəsin ruhsunu yetirsin. Mən kimsə burada çörəyinə baskarlıq eləyən adam deyiləm. Deməli, şunur bağlayıblar, qardaş. Şunurların yerini səhv bağlayıb sadəcə. 3 dənə şunurdur. Aha, birini buraya bağlayıb, birini buraya tərs bağlayıb. Onun da nəticəsində, qardaş, problem verib inkubator. 3-4 dəfə, belə deyək, işlədib, yəni partiya yox ha. Aparıb təzə qoşub, dönmə gedib, 1 dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə, bir gün, всё, problem. Heç yerdə tapamırlar. Qardaş gəlib beyin dəyişib, nə bilim, milklər dəyişib, nə bilim, nə dəyişib, nə eləyib, motor dəyişib, düzəlmir. Dedim, qardaş, bütün köhnə sistemi bağla yerinə, bu şunuru aç bura bağla, onu da bura bağla, всё. 50 dəfə dedi, Allah balavı saxlasın, bax, bizə o lazımdır. 50 dəfə, onun duası mənə bəsdir. Bax, o, elə adamların, bax, duasıdır. Elə insanların, qardaş, düzgünlüyün, bax, bəhrəsidir, bax, bunlar. Görürsünüz? Şükür Allaha, min şükür. Allah pis gözlərdən qorusun, Allah bəd nəzərdən qorusun. Belə, kimə də inkubator lazım olsa əlaqə saxlasın. Əlaqə saxlayın, bax, belə gözəl xudmani inkubatorlardan yığaq verək, gedin qəşək, səliqəli şəkildə işlədin. Endirimlərimiz var, hədiyyələrimiz var. Bütün müştərilərin təsərrüfatına uyğun olaraq, bax, kim mənə zəng vurur, yaxşı bilir. Təsərrüfatına uyğun olaraq onlara mən
inkubator təklif eləyirəm. Təsərrüfatına uyğun olaraq. Hər kəsi düz yönəldirik, hər kəsi belə deyək, öz təsərrüfatına uyğun dediyim kimi yönəldirik ki, artıq gedib boşuna alıb atıb orada boşuna saxlamasın. Belə. Yəni nəyəsə də bir latog olsunmu, inkubator olsunmu, belə. Kimə inkubator lazım olsa əlaqə saxlasın. Bu da bizim əlaqə nömrələrimiz, Adil Ustanın inkubatorları, Azərbaycanın həqiqətən də bir nömrəli inkubatorları, ən dözümlü, ən keyfiyyətli bizlərdə, ən müasir detallarla, tam orijinal detallarla yığılır. Bundan məndə kisə ilə var, orada patdelka. İstəsəz bir gün videosunu çəkib belə tökərəm yerə. Hamısını gedib patdelka adlar. Dəyişmişəm. Orijinal. Orijinal, qardaş, işlədənlər bilir. Xahiş edirəm, amma buradan eşidənlər bilsin. Bəlkə də bir 10 il məndən, bundan qabaq məndən inkubator alanlar var. Girsinlər 10 il, 13 il, 8 il, 5 il. Bir də zəhvəsini desin ki, qardaş, xarab olub. Düzdür, elektronikada hər şey ola bilər. Xarab da ola bilər. Bugün verir, sabah xarab ola bilər. Biz onu həll eləyəcəyik. Elə qalmayacaq, narahat olmayın. İstəyir dünyanın o başında olsun. Bu bizim malımızdırsa, bizim gördüyümüz işdirsə, ağzımızdan kəlmə çıxıbsa, mən ölərəm, onu yerindəcə həll eləyəcəyik. Başqa ölkədə olsam belə, mən buradan onun detalını göndərdirəcəm. Allah hər kəsin malına bərəkət versin. Kimə lazım olsa, əlaqə saxlayın. Yenə də göstərirəm əlaqə nömrələrimizi. Xahiş edirəm, internetdə qiymət deyə bilmirik. İnternetdə qiymət deyəndə bizdən iraqlar şikayət edir. Ona görə də əlaqə saxlayın, daha ətraflı başa salın. Sağ olun, Allah hər kəsin malına bərəkət versin, əlaqə saxlayın, ətraflı başa salın. Say çoxdur, tutum çoxdur. Müəyyən saylar var, müəyyən tutumlar var, müəyyən belə deyək, rejimlər var. Qardaş, əlaqə saxlayın, nə lazımsa həll edək. Sağ olun.